Bir dənə onu mən montaj eləmişdim, kəsmişdim, saxlamışdım. Bax, o məndə var. O məndə var. Vaxtilə Ofeliya Aslandan mən götürdüm, müsahibə götürdüm. Oranı mən təbii ki saxlamışam, vermədim. Amma məndə bütöv qalır o arxivimdə. Niyə gətirmədiniz bizdə baxaq? Onu mən gətirərəm. Çünki danışıram, tüklərim biz olur. Getib Ofeliya xanımla müsahibə götürdüm, gəldi. Bax, burada bu stüdiyada. Ofeliya xanıma dedim ki, ən arzun nədir? Dedi, ən arzum odur ki, heç bir ana istəməz balası ölsün. Mən istəyirəm, mənim oğlum məndən tez ölsün. Çünki niyə görə ki, o öləndə o morda qalacaq, onu dəfn eləyən olmayacaq. Allahım. Və təbii ki, o rəhmətə gedəndə mən Türkiyədə idim. Mən çox, onun o sözləri mənim yadıma gəlir, o arxiv var məndə.